Salam, hər vaxtınız xeyir. Bugünkü dərsimiz bir hədlərin nisbətidir. Deməli, bir hədlərin nisbətini tapmaq üçün burada qaydanı bilmək lazımdır ki, iki bir hədlinin nisbəti əgər bir hədlilər eyni əsasa malikdirsə, bunların özlərini yazıb üstlərini çıxmaq lazımdır. Yəni, A üstü, məsəl üçün, M-i A üstü N-ə bölmək üçün A-nı yazıb üstlərini, yəni M-dən N-i çıxmaq lazımdır. Bu bölmə əməli kəsr əməli ilə də olsa, məsəl üçün A üstü M bölünsün A üstü N. Bölmə əməli kəsr əməlini ifadə etdiyinə görə yenə də A-nı yazıb üstləri çıxmaq lazımdır. Bu qaydadan istifadə edərək tapşırıq birdən başlayaq izah eləməyə. Deməli, bir nömrəli tapşırıqda hər ikisi eyni əsaslıdır. Deməli, birincisi, burada deməli 3-də 2-ni yazıb üstləri çıxmaq lazımdır. Yəni 15 çıxılsın 11 bərabərdir 3-də 2 15-dən də 11 çıxanda üstündə 4. İkincisində A-nı yazıb üstündəki 17 ilə 15-i çıxmaq lazımdır. Bu da eləyir A-nın kvadratı. Üçüncü, 5'də 2A-nı yazıb, üstündə 12'dən 7'ni çıxmaq lazımdır. Bu isə 5'də 2A-nın üstündə 12'dən 7 çıxanda qalır 5-ci dərəcədən qüvvəti. Dördüncü. İndi burada dördüncüdə biri mənfidir, biri müsbətdir. Mənfi ədədin tək dərəcədən qüvvəti mənfi elədiyinə görə qabaqda yazıram mənfi. Sonra yazıram 18'də 13. Üstündə də 25'dən 19'u çıxıram. Bərabərdir. Bu da eləyir mənfi. 18'də 13'ün üstündə 25'dən 19 çıxanda qalır 6. İndi əgər burada biz mənfini nəzərə almasaq, 18'də 13 ədədinin üstündə 6 müsbət ədəd eləyir. Amma belə fikirləşmək lazımdır ki, bu birinci ədədimiz mənfidir. Mənfini müsbətə böləndə mənfi elədiyinə görə deməli cavab ümumiyyətlə mənfi olur. Ona görə də mənfini başdan qabaqda yazmaq lazımdır. 5-ci tapşırıqda x-i yazıram. Üstündə 25'dən 17'ni çıxmaq lazımdır. Bu da eləyir x-in üstündə 8. 6-cıda deməli birinci ədəd mənfi ədəddir. İkinci ədəd müsbət ədəd olası. Çünki mənfi ədədin tək dərəcədən qüvvəti mənfidir, cüt dərəcədən qüvvəti müsbətdir. Mənfini müsbətə böləndə mənfi elədiyinə görə birbaşa mənfini qabaqda yazıram. 3x-i üstündə də 17'dən 12'ni çıxmaq lazımdır. Bu da eləyir mənfi 3x-in üstündə 17'dən 12 çıxanda qalır 5. 7-cisində x çıxılsın 2y yazırıq, üstləri çıxırıq. 19'dan 12'ni çıxmaq lazımdır. Bu isə x çıxılsın 2y-in 19'dan 12 çıxanda 7-ci dərəcədən qüvvəti deməkdir. 8-ci. A üstəgəl 3b-ni yazıb üstündə 19'dan 11'i çıxmaq lazımdır. Bu da A üstəgəl 3b 19'dan da 11 çıxanda qalır 8 və 9-uncusu eyni ifadədir. Yəni 2x üstəgəl 3y-dir. Üstündə də 21'dir. Ona görə 21'dən 16'nı çıxmaq lazımdır. Bu zamanda 2x üstəgəl 3y-in üstündə 21'dən 16 çıxanda qalır 5. 2 nömrəli tapşırığa baxaq. Deməli, A üstü M bölünsün A üstü N vurulsun A-nın kvadratı. Bərabərdir. A-nı yazıram. Bölmədə çıxmayla M çıxılsın N vurulsun 2 olduğuna görə üstəgəl 2. İndi hamısının qiymətlərini yerinə qoymaq lazımdır. A-nın yerinə yazıram 3. M-in yerinə yazıram 5. Çıxılsın N-in yerinə 3. Üstəgəl 2. Bərabərdir. 3'ün üstündə 5'dən 3 çıxanda 2, 2 ilə də toplayanda 4. 3 üstü 4 isə
81'e bərabərdir. Yəni 3'ü 4 dəfə öz-özünə vurmaq lazımdır. Nömrə 3'də m üstü 8 bölünsün m üstü 4 bölünsün m, yəni m üstü 1 deməkdir bu da. Burada da m'i yazıram. 8 çıxılsın 4 çıxılsın 1'i hesaplasam olar m'in üstündə 3. İndi m'in də qiymətini bizə verir. Bir dəfə 3 verir. Yəni birincidə 3 üstü 3 bərabərdir 27'ye. İkincidə verir 4. 4'ün üstündə 3 bərabərdir 64'e. Üçüncüdə verir 10. 10'un üstündə 3 bərabərdir 1000'e. Və dördüncüsündə mənfi 5'in üstündə 3. Bu da eləyir mənfi 125. Yəni mənfi 5'i 3 dəfə öz-özünə vururuq. 4 nömrəyə tapşırıq. 3 a üstü 8'in yerine yaza bilərəm. A üstü 3 vurulsun a üstü 5. Məxrəcdə də var. 27'ni də 3 vurulsun 9 kimi yazaq. 3 vurulsun 9 vurulsun a üstü 3. Bax belə yazmaqla ixtisarı daha rahat görə bilərik. Burada 3 ilə 3 ixtisar getdi. A üstü 3 ilə də A üstü 3 getdi. Surətdə qaldı A üstü 5. Məxrəcdə də qaldı 9. İkincisində 15'dir. 15'i buruqlarına ayıraraq 3 vurulsun 5 vurulsun. X üstü 7 qalsın elə belə. 25'i də 5 vurulsun 5 kimi. X üstü 8'in yerinə də x üstü 7 vurulsun. X yazmaqla rahatlıqla ixtisar eləmək olar. X üstü 7'lər ixtisar getdi. Burada 5'lər də ixtisar getdi. Surətdə qaldı 3. Məxrəcdə qaldı 5 x. Üçüncüsü 4 a üstü 3 b'nin kvadratıdırsa bunu da yazarım. B vurulsun b2 aşağıdaki b'nin ixtisar getsin. 16'nın da yerine 4 vurulsun 4. A üstü 4'ün yerine a'nın kubu ile a'nın hasilini bir de vurulsun b yazmaqla ixtisar eləmək olar. 4'lər getdi burada. B'lər getdi. A kubu ilə də a kubu getdi. Onda yuxarıda qaldı təkcə b. Məxrəcdə də qaldı 4a. Dördüncüsü 12'dirsə 12'ni yaza bilərəm. 6 vurulsun 2 vurulsun x'in kvadratı vur x vurulsun y'in kvadratı vurulsun y'in kvadratı. Bax x kubun yerine x kvadratı vur x, y üstü 4'ün yerine de y kvadratlarının hasilini yazdım. 18'in yerine de 6 vurulsun 3 vurulsun x'in kvadratı vurulsun y'in kvadratı yazmaqla ixtisar eləmək olar. 6'lar getdi. X kvadratları da öz aralarında getdi. Y kvadratları da getdi. Surətdə qaldı 2x qaldı. Bir də y'in kvadratı. Məxrəcdə də qaldı yalnız 3. Dördüncüsü idi bu. İndi 5'e keçdim. 5'də 3 a üstü 5 vurulsun a üstü 3. Məxrəcdə də 9'un yerine 3 vurulsun 3 yazaram. A üstü 8 bölünsün a üstü 4'dür. Bu isə a üstü 8 çıxılsın 4 deməkdir. Bərabərdir. 3 a üstü məxrəcdə yazaq. 3 vurulsun 3 vurulsun a üstü 8'dən də 4 çıxanda qalır 4. Onda bu a üstü 5'i biraz da parçalayaq. Yazaq a üstü 4 vurulsun a vurulsun a'nın kubu. Bərabərdir. 3'lər getdi. A üstü 4'lər getdi. Yerdə qalanlar qaldı. A'nı A kubuna vuranda A üstü 4 eləyir. Məxrəcdə də 3'ün biri getdi. Qaldı bir dənəsi. Vəssalam. 6-cı. 16'nı göstərə bilərik. 8 vurulsun 2 kimi. 7 üstü m'i də 7 üstü 2'ye vuranda burada vurmadı görürsen bölmedi. Öyle vurmadı. M üstü
7'ni parçalayıp m üstü 3 vurulsun m üstü 4. Bir tane de m'in kvadratında olduğu kimi yazıram. 8 vurulsun m'in kvadratı vurulsun m'in kubu. Beraberdir. 8'ler buradan getdi. M kubu ilə M kubu, M kvadratı ilə de M kvadratı getdi ixtisar. Qaldı 2 M üstü 4 bölünsün 1. Bir de dahilə qalır. Olur 2 M üstü 4. 7'si 2'ni yazırıq. Yuxarıda x üstü 7'dir. Məxrəcdə x üstü 5'dir. Ona görə də x üstü 7'ni x üstü 5 ilə x kvadratın hasili kimi parçalayıram. Y üstü 8'i de y üstü 6 ilə y'in kvadratı kimi parçalayıram. Məxrəcdə də var x üstü 5 vurulsun y üstü 6. Artıq burada x üstü 5'lər gedir, y üstü 6'lar gedir. Qalır 5, daha doğrusu 2, x üstü 2, y üstü 2. 8'inci tapşırığımız qaldı bir dənə. 14'ü parçalayaraq 7 vurulsun 2 kimi. A üstü 7'ni de yazaram. A üstü 6 vurulsun A üstü 1 kimi. B üstü 6 da olduğu kimi qalsın. Məxrəcdəki 21'i də 7 vurulsun 3. A üstü 6 qalsın. B üstü 8'i də B üstü 6 vurulsun B üstü 2 kimi yazmaq olar. Bərabərdir. Deməli burada gedənləri getdirim. 7'lər. A üstü 6'lar. Bir də B üstü 6'lar getdi. Yerde qaldı surətdə 2 A'nın üstündə 1'dir. 1'i yazmasaq da olar. Məxrəcdə də qaldı 3 B'nin kvadratı. Bu oldu 4'ün 8'incisi. İndi 4'ün 5'inci tapşırığa baxaq. Qismətləri deyil, qüvvə şəklində yazın. Bayaqlarım dedik ki, burada deməli əsas yazılır, üstlər çıxılır. Nömrə 5'in birincisində. Deməli 3'də 2 A'nı yazıb bölməməli olduğuna görə 6'dan 3'ü çıxmaq lazımdır. Bu da 3'də 2 A'nın üstündə 3 deməkdir. Qüvvə şəklində yazın deyə daha hesablayın demir. İkincidə 5K'nı yazıb 11'dən 8'i çıxmaq lazımdır. 5K ancaq mötərizdir çünki ikisinə də aiddir. 5K 11'dən də 8 çıxanda qalır üstündə 3. Üçüncü. 1 tam 4'də 3 B'ni yazıb üstləri çıxırıq. 8 çıxılsın 4. Bərabərdir 1 tam 4'də 3 B'nin üstündə 8'dən də 4 çıxanda qalır 4. Dördüncüsü 8 M'i yazırıq. Üstündə 16'dan 11'i çıxırıq. Bu da eləyir 8 M'in üstündə 5. Beşinci 5'də 3 M'i yazıb üstündə 9'dan 7'ni çıxırıq. Bu da 5'də 3 M 9'dan da 7 çıxanda qalır 2, yəni kvadratı. Sonra burada deməli bir mənfi ədəddir, bir müsbət ədəddir. Böləndə mənfi elədiyinə görə mənfini veririk qabağa. Mənfi müsbətə böləndə eləyim mənfi. 3 M'in üstündə də 10'dan 7'ni çıxmaq lazımdır. Mənfi 3 M'in üstündə 3. Altıncısı da bu da yekunlaşdı burada. İndi keçirik tapşırıq 6'ya. Tapşırıq 6'da ifadələrin qiymətini tapın deyir. Tapaq. Bayaqlarım deyirdi qüvvə şəklində yazın. Elə yazıb saxladıq. İndi deyir qiymətini tapın. Ona görə də birincini yazanda onu yazıb 21'dən 18'i çıxmalıyım. Bu isə 10 üstü 3 deməkdir. 10 üstü 3'ü də yəni onu 3 dəfə öz-özünə vurmaq anlamına gəlir. Bu da eləyir 1000. İkinci. 1 tam 10'da 2'ni yazıb 8'dən 6'nı çıxmaq lazımdır. Bu da 1 tam 10'da 2'nin kvadratı eləyir. 12 vuranda 144 elədiyinə görə 1 tam 10'da 2'ni də 1 tam 10'da 2'ye vuranda 1 tam 144 eləyir. Burada da 3 tam 10'da 1'i yazıb 11'dən 9'u çıxmaq lazımdır. Bu da 3 tam 10'da 1'in kvadratı eləyir ki, bu da 3 tam 10'da 1'i vururam 3 tam 10'da 1'e.
1, 3, 3, 9 eləyir. 9 tam %61. Dördüncü. 5'i yazıb üstləri çıxmaq lazımdır. 25'ten 21'i çıxanda qalır 5 üstü 4. 5 üstü 4'ü də 5'in kvadratı vurulsun 5'in kvadratı kimi yazaraq 25 vurulsun 25, onun isə 625 olduğunu əzbərdən bilirik. 5-ci. 8'i yazıb üstləri çıxmaq lazımdır. Bu delik 8 üstü 3. 8 üstü 3 də 8 vur 8 vur 8 deməkdir. Yəni 64 vur 8. 8 dəfə 4'ün 32, 3 yadda 48, 3 də yadda 51, 512. 6-cı. 4 tam onda 1'i yazıram. 17'den de 15'i çıxmalıyam. 4 tam onda 1'in kvadratı eləyir. Burada da 4 tam onda 1'i 4 tam onda 1'e vursam 1, 4, 4, 8. Yəni 8 tam %41 eləyir tapşırığın yekun cavabı. 7-ci. Bərabərsizliklər doğrudurmu? Baxaq görək doğrudur yoxsa yox. Deməli burada birincisində nömrə 7'də 18 tam onda 3'dürsə 15'ten 11 çıxanda qalır 4 böyükdür 18 tam onda 3'ün kvadratından. Təbii ki bu doğrudur. Doğru. Birincisi. İkinciyə baxıram. Deməli sol tərəf olasıdır. 0 tam onda 3 17'den də 13 çıxanda qalır 4 böyükdür 0 tam onda 3 üstü 5. Adi kəsirlərin dərəcələri böyüdükcə kəsin qiyməti kiçilir. Ona görə də deməli bu da doğrudur. Üçüncü 16 tam onda 7'nin üstünə 4'dür. Bu tərəfdə də 16 tam onda 7'nin üstünə 11'dən 8 çıxanda 3'dür. Deməli dərəcə böyüdükcə kəsin qiyməti də böyüməlidir. Çünki tam hissə 1'dən böyükdür. Yəni 16'dır. Deməli bu üçüncü səhv oldu. Dördüncüsü 7 tam onda 5'in kubu çiçikdir. 7 tam onda 5'in 16'dan 11 çıxanda qalır 5. Bəli bu birdən böyük ədəddir, birdən böyük ədədin. Tam hissəsi üstü böyüdükcə kəsin qiyməti də böyür. Deməli bu da doğrudur. Deməli burada yanlış variant bir dənə oldu. 3 qalanları doğrudur. 8 nömrəli tapşırığı həll eləyək. Nömrə 8'ə keçək. Birincisində 2'ni yazıram. 5 üstü 4'ün yerine yaza bilərəm. 5'in kvadratı vurulsun 5'in kvadratı. Məxrəcdəki 5'in kvadratı ilə bu surətdəkilərin bir dənəsi ixtisar edir. Qalır 2 vurulsun 5'in kvadratı. Bu isə 2 vurulsun 25 deməkdir. 2'ni də 25'e vuranda cavab eləyir 50. İkinci. 3 üstü 8 var burada. Məxrəcdə də 3 üstü 7. Buna görə də 3 üstü 7 vurulsun 3 yazıram. Məxrəcdə 6 üstü 6 olduğuna görə 6 üstü 6 vurulsun 6 üstü 3 kimi də parçalayıram bu 6 üstü 9'u. Məxrəcdəki də 3 üstü 7 vurulsun 6 üstü 6'larla ixtisar edir. 3'lər 1 getdi 6 üstü 6'lar da 1 getdi qaldı. 3 vurulsun 6 üstü 3 bərabərdir. 3'ü bu 6'nın birine vururam. Eləsin 18 vurulsun. Orada 2 tane 6 kalmıştı. 36. Şimdi burada da 36'nı 18'e vuraq. 6 8'in 48. 4 yadda 24. 4 de yadda 28. 6 dəfə 1'in 6. Bir dəfə 3'ün də 3. Topladım 8, 14. 1 yadda 5. Bir de yadda 6. Bərabərdir 648'e. Üçüncüsü. Surəti toplayaram olar 5 üstü 12 ilə 15'i toplayanda 27. Məxrəcdə də 5 üstü 11 ilə 14'ü toplayanda 25. Bunlar da ixtisar edir. Yəni böləndə də 27'dən 25'i çıxıram. Qalır 5'in kvadratı. Cavab eləyir 25. Dördüncüsündə 7 üstündə 19'dan 11'i toplayanda eləyir 30. Məxrəcdə də olur 7 üstü 21 ilə 6'nı toplayanda 27. Bu zaman yenə 7'ni yazıb üstləri fərqini tapmaq lazımdır. Bu
Bu da 7'nin kubu deməkdir. 7'nin kubu da 7 vur 7 49. 49'u da 7'ye vuranda 7 dəfə 9'un 63 6 yadda. 28 6 da yadda. 34. Deməli 343 eləyir tapşırığın yekun cavabı. 9 nömrəli tapşırıq. Yəni qaydanı biliriksə artıq birbaşa da ixtisar eləmək mümkündür. 9'da 6'nı parçalayaram. 2 vurulsun 3 kimi. 14 üstü 5. Məxrəcdə də 2 vurulsun 14 üstü 3 bərabərdir. Bu ikilər ixtisarca edir. Qalır 3. 14 üstü 5'i 14 üstü 3'e böləndə də 5, 14 yazılır, üstlər çıxılır. Vurulsun 14 üstü 2 eləyir. Bu da 3 vurulsun 14'ün kvadratı eləyir. 14 256 diye yoxlayaq. 14'ü vuram 14 16 1 yadda 4 5 4 1 196. 196'nı da vurmaq lazımdır 3'e. 18 1 yadda 27 28 2 yadda 3 2 de yadda 5 588. İkincisi 13'ün kubunu yazıram. 13'ün kvadratı vurulsun 13 kimi. 7 üstü 4'ü de 7'nin kubu vurulsun 7 kimi yazıb. Məxrəcdə də 13 vurulsun 7 üstü 3 yazaraq 13 ilə 13'ü 7 üstü 2 3'dən də 7 üstü 3 ixtisar eləyəndə qalır 13'ün kvadratı vur 7. 13'ün kvadratı eləyir 169. 7'ye de vuranda 7 dəfə 9'un 63 6 yadda 42 6 da yadda. 48 4 yadda 7 4 da yadda 11 1183 edir. Üçüncü. Surətdə də hamısı 3'dür. Məxrəcdə də 3'ü yazıram, üstləri toplayıram. 4 ilə 5'i 9, bu da 7. 16. Məxrəcdə də 3'ün üstündə 1, burada yoxdursa 1 deməkdir. 1 ilə 8'i 9, bu da 3. 9 ilə 3'ü toplayanda eləyir 12. Yəni 3'ü yazıb 16'dan 12'ni çıxmaq lazımdır. 3 üstü 4, o da eləyir 81. Dördüncüsü yine hamısı 9 olduğuna göre 9'u yazıb üstləri hesablayaq. Deməli vurmadırsa toplayıram. 13 ilə 11'i toplayıram 24. Üstünə də 4 gələm 28. Məxrəcdə də 11 ilə 12'ni toplayanda 23. Üstünə də 3 gələndə 26. 9 üstü 26. Bərabərdir. 9'u yazıram. 28'dən 26 çıxanda qalır 2. Cavab eləyir 9'un kvadratı, yəni 81. 10 nömrəli tapşırıq. Deməli burada birincidə 7'ni x'in yerinə elə ədəd yazmalıyam ki, bunları bir-birinə vuranda 7 yazılsın, üstlər toplansın. Yəni x'in yerinə rahatlıqla 7 üstü 3 yaza bilərəm ki, bunları 7'ni yazıb üstləri toplayanda 7 üstü 5 eləyir. Sonra burada x'i tapmaqdan ötürü 8 üstü 3'ü vurmalıyam 8 üstü 1'e. Bu da eləyir 8 üstü 4. Sonra burada x'i tapmaqdan ötürü 3 üstü 5'i vurmalıyam 3 üstü 2'ye. Yəni bu da eləyir 3 üstü 7. Burada x'i tapanda 13 üstü 7'ni bölməliyəm 13 üstü 5'e. Deməli burada da 13'ü yazıram, üstləri çıxıram. 7'dən 5 çıxanda eləyir 2. 5-cidə x'i yazanda 6 üstü 9'u bölməliyik 6 üstü 6'ya. 6'nı yazanda 9'dan da 6'nı çıxıram. Eləyir 6 üstü 3. Axırıncıda 4 üstü 9'u bölməliyəm 4 üstü 5'e. 4'ü yazıram, üstləri də çıxanda 9'dan 5 çıxanda qalır 4 üstü 4. Bu da oldu tənliklərin cavabları. 11 nömrəli tənliyə baxaq indi. 11 nömrəli tənliyin birincisində 2'ni yazmaq, üstünə də 4 ilə 3'ü toplayanda eləyir 2 üstü 7 vurulsun. Y bərabərdir 2 üstü 11. Burada da y tapmaqdan ötürü 2 üstü 11'i bölməliyik 2 üstü 7'ye.
Bölme zamanı əsas yazılır, üstlər çıxılır. 11'dən 7 çıxanda da qalır 4. İkincisi, y bölünsün. Mötərizənin cavabı 3 üstü 5 eləyir. O da bərabərdir 3 üstü 2. Burada y tapmaqdan ötürü 3 üstü 5'i vurmaq lazımdır 3 üstü 2'ye. 3'ü yazıb üstləri də toplayanda eləyir 7. Üçüncü. 15 5 üstü 15 bölünsün. Y bərabərdir 5 üstü 6 ilə 7'nin toplayanda da eləyir 13. Burada y tapmaqdan ötürü 5 üstü 15'i bölmək lazımdır 5 üstü 13'e. Buradan da 5'i yazıb üstləri çıxıram. Eləyir 5'in üstündə 2. Dördüncü. Mötərizənin cavabı eləyir 2'nin üstündə 17 bölmə olduğuna görə çıxmaq lazımdır. 17'den 3 çıxanda qalır 14 bölünsün. Y bərabərdir 2 üstü 10'a. Buradan da y tapmaqdan ötürü 2 üstü 14'ü bölməliyəm 2 üstü 10'a. Bu da eləyər 2'nin üstündə 14'ten də 10 çıxanda qalar 4. 5. 7 üstü 4 vurulsun. Y bərabərdir 7 üstü 8 ise deməli y də bərabərdir 7 üstü 8'i bölmək lazımdır 7 üstü 4'e. 7'ni yazıb üstləri də bir-birindən çıxıram. Eləyir 4. 6. Y bölünsün 13 üstündə bölme olduğuna göre çıxıram. 15'ten 12 çıxanda qalır 3 bərabərdir 3 üstü 2. Buradan isə y tapmaqdan ötürü 13 üstü 3'ü vurmalıyam 3 üstü 2'ye. Vurma zamanı 13 üstü 2. 13 öyle 3 damız. 3 üstü 3. Bu da 3 üstü 2. İkisi bir yerde değil. 3'ün üstüne 3 ile 2'nin toplayanda 5. 12 nömrə tapşırığa bax. İfadənin qiymətini tapın deyil. Deməli, yazaq burada. 5,2 olduğu kimi qalsın. X üstü 8'i x üstü 6'ya böləndə x'i yazıram. 8'den 6'nı çıxıram. Qalır 2. Bərabərdir 5,2 vurulsun. X'in də yerinə 3 yazanda 3'ün kvadratı. Bu da 5,2 vurulsun 9 deməkdir. 18 bir yadda 45 bir də yadda 46. Bir dənə də rəqəmi vericindən ayırsaq 46,8. Sonra ikincisində mənfi 12 tam 10'da 5'i yazıram. Y'yi yazıb 7'den 4'ü çıxıram. Qalır 3. Bu isə 12 tam 10'da 5 vurulsun. Mənfi 2'nin kubu deməkdir. 12 tam 10'da 5 vurulsun. Mənfi 8. Bərabərdir cavab eləyir. Mənfi 8 5'in 44 yadda. 16 4'də yadda. 22 yadda. 8 2'də yadda. 10. Mənfi 100 eləyir. Bu axırıncı vergülü sıfırda yazmadım da. Sonra burada üçüncüdə bölmə əməlini kəsrlə əvəz eləmək olar. 20 x'in kubu y'in kvadratı bölünsün. 15 x'in kvadratı y bərabərdir. 15 ilə 25 ixtisar edir qalır 4 bölünsün 3. 3. X kubu ilə x kvadratı ixtisar edir surətdə qalır x. Məxrəcdə y ilə surətdəki y kvadratı ixtisar edir qalır y. Deməli yerinə qoysaq 3'də 4 vurulsun. X'in yerinə yazırıq mənfi 3. Y'in yerinə yazaq 4. Mənfi 3 ilə 3 ixtisar etsin. Mənfi 1 qalsın. Surətdə 16 vurulsun. Mənfi 1 bərabərdir. Mənfi 16 cavabı alınır. Məxrəcdə də 1. Dördüncü. Yenə bölməni kəsrlə göstərsək, rahat ixtisar eləyək. 3,6 a üstü 5 vurulsun b üstü 7'ni bölməliyik 1,2 a'nın kubu b'nin üstündə 5'e. Bu 3,6 ilə 1,2 ixtisar edək. Məxrəcdə qalır 1, surətdə qalır 3. A üstü 5 ilə də a'nın kubu ixtisar edir. Məxrəcdə yenə 1 qalır, surətdə a'nın kvadratı. 7, b üstü 7 ilə də b üstü 5 ixtisar edir. Məxrəcdə 1, surətdə b'nin 2 dənəsi.
bərabərdir 3 vurulsun. A mənfi 2'dir. Mənfi 2'nin kvadratı vurulsun. B'de mənfi 3'dür. Mənfi 3'ün kvadratı bərabərdir. 3 vur 4 vur 9. Bu da 12 vurulsun. 9 eləyişi 90. 9 F2 18 108. 12 nömrəli tapşırığın axırıncısı. Elədi 108. 13 nömrəli tapşırığa baxaq. Tənlikləri həll eləməkdən ötürü, deməli burada böləni tapmaq üçün bölünəni qismətə bölmək lazımdır. 13'ün birincisi. Deməli bizdə bölən 2 kez çıxılsın 3'dür. Bunu tapmaq üçün 7 üstü 12'ni bölmək lazımdır. 7 üstü 8'ə bərabərdir 7 üstü 4'ə bu. 7 üstü 4'ü də hesablamaqdan ötürü 49'u 49'a vururam. 9 dəfə 9'un 81. 8 yadda. 9 dəfə 4'ün 36. 8 də yadda. 44. 9 dəfə 4'ün 36. 3 yadda. 16. 3 də yadda. 19 toplasaq 2'də 2401. Deməli bu elədi 2401. Buradan da 2x bərabərdir 2401. 3'ü də sağa keçirsəm üstə gəl 3 olur. 2404 eləyir. Buradan da x'i tapmaq üçün 2404'ü bölməliyəm 2'yə. Bu da 1202 eləyər. İkincisi. Deməli 0,1 üstə gəl 1,3'ü tapmaq üçün 4 üstü 10 6'nı bölməliyəm 4 üstü 10'a. Bu da eləyir 4 üstü 6. Bərabər 4 üstü 6'da 4 üstü 3 64'dür. Deməli 64'e vurmaq lazım. 4 dəfə 4'ün 16 1 yadda 24 1 də yadda 25. 6 dəfə 4'ün 24 2 yadda 36 2 də yadda. 38 6 9 14 4096. İndi burada 0,1 x'i tapmaq üçün 4096'dan çıxmalıyam. 1,3'ü. Deməli bundan da 1,3'ü çıxsaq, ondan 3 çıxanda qalar 7, 5'dən 1 çıxanda da 4. Bu 409 olduğu kimi qalar. Bərabərdir 4094,7. Burada da x'i tapmaq üçün 4094,7'ni bölməliyəm 0,1'ə. 0,1'ə bölmək ona da vurmaq deməkdir. Ona vuranda da vergülü sağa keçirəm. Olur 94 7 40947. Üçüncü. 191 çıxılsın 2x'i tapmaq üçün 3 üstü 6'nı bölməliyəm 3 üstü 3'ə. Burada da əsas yazılır 3'lər çıxılır 3 üstü 3 qalır. Bu da 27 deməkdir. Buradan 2x bərabərdir 191 çıxılsın 27. 11'dən 7 çıxanda 4, 8'dən də 2 çıxanda qalar 6. Qabaqda da bir dənəsi var 164. X də bərabərdir 164 bölünsün 2 bərabərdir 82. Dördüncü. Məchul vuruğu, yəni mötərizəni tapmaq üçün 10x üstə gəl 6,1'i 25 üstü 4'ü bölməliyəm 25 üstü 2'yə. Bu da eləyər 25'in kvadratı. O da eləyər 625. Deməli burada 10x tapmaq üçün 625'dən 6,1'i çıxmaq lazımdır. 625'dən 6,1'i çıxmaq üçün alt-alta tam hissələri alt-alta düşmək şəklində yazsaq, ondan 1 çıxanda 9 burada qaldı 4. 14'dən 6 çıxanda 8. Bir dənə götürdüm qaldı 1 6. 6000 618,9 qaldı. İkisi də tapanda 618,9'u bölməliyəm ona. Bu da eləyir 61,89. Bu da oldu dördüncüsü. 14 nömrəyə tapşırıq.
13 üstü 7 ilə 13 üstü 6 ixtisar edir. Surətdə qalır. 13'ün bir dənəsi məxrəcdə də 1. 5 üstü 6 ilə də 5 üstü ixtisar edir. 5 üstü 2 qalır surətdə. Məxrəcdə yenə 1. Deməli bu olur 13 vurulsun 25. 25'i də 13'e vuraq. 15 1 yadda 6 bir də yadda 5 2. 5 2 bu da eləyər 3 325. İkincisi. Surətdə də hamısı 3'dür. Məxrəcdə də hamısı 3'dür. Ona görə 3'ü yazıram surətdə. Üstləri toplayıram 8 11. Elədi 19 bu da 9. 28. Məxrəcdə də əsas yazılır üstlər çıxılır. 54'dən 24 çıxanda eləyir 30. Surətdəki 28 ilə məxrəcdəki 30 ixtisar edir. Məxrəcdə 2 dənəsi qalır. Məxrəcdə olur 9, surətdə də olur 1. Üçüncüdə yenə hamısı 7'dir. Surətdə 7'ni yazsam 21 ilə 21'dən 4'ü çıxıram üstündədir. 17. Məxrəcdə də 7'ni yazıb üstləri toplayıram. 2 ilə 5'in 7, üstünə də 4 gələndə 11. Bərabərdir 7 üstü 6 eləyir. 7 üstü 6 da 49 vurulsun 49 vurulsun 49 deməkdir. Bunu da hesaplamaq olar. Dördüncüsü. 6'nı yazıb üstləri toplasam 7'nin üstünə 5 yanında eləyər 12. Məxrəcdə də 6 üstü 7 ilə 3'ü toplayanda 10. İxtisar edib 6 üstü 2 qalar ki bu da 36 eləyər. 15. Tapşırıq nömrə 15'e bax. Birincisində. Deməli x plus 15'i tapmaq üçün bu məchul bölünəndir. Qisməti bölənə vurmaq lazımdır. Yəni 4 üstü 3'ü vurmalıyam 4'e. Bu isə 4 üstü 4 eləyir. 4 üstü 4 də eləyir 16 vurulsun 16 256. Yəni buradan alıram ki x üstə gəl 15 bərabərdir 256'ya. X də bərabərdir 256 çıxılsın 15'e. 256'dan da 15 çıxanda qalır 241. İkincisinə baxsaq. Deməli 5 üstü 4'ü 5 üstü 3'e vuranda eləyir 5 üstü 4 ilə 3'ü toplayıram 7. Bölünsün. X üstə gəl 13 bərabərdir 5 üstü 5'e. Burada böləni tapıram. Yəni x üstə gəl 13'ü. Böləni tapmaq üçün bölünəni, yəni 5 üstü 7'ni bölməliyəm qismətə 5 üstü 5'e. Burada da 5'i yazıram. 7'dən də 5 çıxanda eləyir 2. Bu isə 25 demək. Buradan da x'i tapanda 25'dən 13'ü çıxmaq lazımdır. Eləyər 12. Üçüncüsü. Deməli burada 512 var. 512'ye baxıram ki, deməli 2 vurulsun, 2 vurulsun, 2 vurulsun, 2 vurulsun, 2 vurulsun, 2. Deməli olmalıdır. 2 2'ye vuranda 4, 4 2'ye vuranda 8, 8 2'ye vuranda 16, 16 2'ye vuranda 32, 32 2'ye vuranda 64, 2'ye vuranda 128 və bir dənə də 2'ye vuranda 256, onu da 2'ye vuranda eləyir 512. Deməli bu elədi. Baxın 4 dənə bu, 4 dənə bu, bir dənə də bu 9 dənə. Deməli 512'nin yerinə yaza bilərəm. 228 çıxılsın, x vurulsun, 2 üstü 9 bərabərdir 2 üstü 14'e. Burada 228 çıxılsın x'e məchul vuruq kimi baxsam, hasili, yəni 2 üstü 14'ü bölməliyəm məlum vuruğa, yəni 2 üstü 9'a. Bu da eləyər 2 üstü 14'dən 9 çıxanda da 5 eləyir. 2 üstü 5 dənə də 32'ye bərabərdir. Buradan çıxılanı tapmaq üçün də 228'dən 32'ni çıxmaq lazımdır. 8'dən 2 çıxanda 6, 12'dən də 3 çıxanda qalır 9. Burada da 1, 196. Dördüncü tapşırığa baxaq.
Deməli 220 13 üstündə 15 bölünsün 13 üstündə 4 bölünsün 2 çıxılsın 17 bərabərdir 13 üstündə 9. Birinci mötərizənin cavabı 13-ün üstündə 15-dən 4 çıxanda qalır 11. Bölünsün 2 çıxılsın 17 o da bərabərdir 13 üstündə 9'a. Burada x çıxılsın 17 böləndir. Böləni tapmaq üçün bölünəni qismətə bölmək lazımdır. Bu da eləyir 13'ün üstündə 11'dən 9 çıxanda qalır 2. 13'ün üstündə 2 də eləyir 169. X'i də tapmaq üçün 169'un üstünə 17'ni gəlmək lazımdır. 16 bir yadda 7 bir də yadda 8 bu da 1. 186 eləyir bu tapşırığın cavabı. 16 nömrəli tapşırığa baxaq. Deməli 16 nömrəli tapşırıqda ifadələrin qiymətini hesablayın. Hesablamaq üçün burada ixtisarları eləyib, sonra alınan cavabları yazmaq lazımdır. 16 nömrəli tapşırıqdan birincisindən başlayaq. Nömrə 16'nın birincisi. Deməli burada məxrəcdə var 5 üstü 6. Surətdə var 5 üstü 8. 5 üstü 8'i 5 üstü 6 vurulsun 5 üstü 2 kimi rahatlıkla yaza bilərəm. Üstdəki 3 üstü 6'nı yazıram. Məxrəcdəki 5 üstü 6 yenə olduğu kimi qalsın. 3 üstü 9'u da yaza bilərəm. 3 üstü 6 vurulsun 3 üstü 3 kimi. İndi burada 5 üstü 6 ilə 5 üstü 6 ixtisar edir. 3 üstü 6 ilə də 3 üstü 6 ixtisar edir. Qalır 5'in kvadratı surətdə, 3'ün kubu məxrəcdə. Bu isə 25 bölünsün. 3'ü də 3 dəfə öz-özünə vuranda eləyər 27. Deməli 25 bölünsün 27 birinci tapşırığın cavabı. İndi eyni qayda ilə ikincisinə baxsaq. İkincisində 4 var. 4'ü yaza bilərəm 2'nin kvadratı kimi. Və bunun üstündə də 5 var. Vurulsun 7 üstü 9 olduğu kimi qalsın hələ ki. Məxrəcdəki 2 üstü 9 vurulsun 7 üstü 10 bərabərdir. Surət eləyir 2 üstü 10 vurulsun 7 üstü 9 məxrəcdə də 2 üstü 9 vurulsun 7 üstü 10 bərabərdir. Deməli bunu yenə bayaq kimi parçalaya da bilərik, amma üstləri çıxmaqla da yaza bilərik. Elə ən yaxşısı parçalamaqda 2 üstü 9 vurulsun 2 üstü 1 kimi yazaram 2 üstü 10'un yerinə. Vurulsun 7 üstü 9'da qalsın. Məxrəcdə də 2 üstü 9 vurulsun 7 üstü 10'un yerinə. 7 üstü 9 vurulsun 7 üstü 1 yazmaq olar. Burada 2 üstü 9'lar ixtisar etdi. 7 üstü 9'lar ixtisar etdi. Surətdə qaldı 2 üstü 1 yəni 2. Məxrəcdə də qaldı 7. Növbət tapşırığa baxaq. Növbət tapşırıqda üçüncüsündə. Birində deməli 3 var, 25 var, burada 9 var, 5 var, 11, 121. Hamısını eyni əsasa gətirmək lazımdır. 3 üstü 14 olduğu kimi qalsın. Məxrəcdəki 9'u yazarıq 3'ün kvadratı kimi, üstündə də 6 vurulsun. 5 üstü 8 qalsın. 25'in yerinə 5'in kvadratı yazıb bunun üstünə 4'ü yazmaq lazımdır. 11 üstü 6 qalsın. Məxrəcdəki 121'i də 11'in kvadratı kimi yazaraq üstünə də 3 yazmaq olar. İndi mötərizələri açsaq 3 üstü 14 burada qaldı. Vurulsun 5 üstü 2'ni 4'e vuranda 8 vurulsun 11 üstü 6. Məxrəcdə də 3 yazılır. Üstlər bir-birinə vurur eləyir 12. 3 üstü 12 vurulsun 5 üstü 8 vurulsun 11 üstü 2'ni 3'e vuranda 6 eləyir. Burada 11 üstü 6'lar ixtisar etdi. 5 üstü 8'lər də ixtisar etdi. Qaldı 3 üstü 14 bölünsün 3 üstü 2. Bunu da yaza bilərik. 3 üstü 14 çıxılsın 12 kimi. Bu da 3'ün üstündə 2 eləyir. 3'ün kvadratı da bərabərdir 9'a. Deməli 3-cünün də cavab elədi 9. 4-cüyə də baxaq. 4-cüdə yenə hamısını eyni əsasa gətirək. 8'i yaza bilərik 2'nin kubu kimi. Və bunun üstündə bir dənə də 3 var. Vurulsun 27'ni yazarıq 3'ün kubu kimi.
ve 3'ün kubunun üstünde de 4 var. Vurulsun 13 üstü 5. 13 sadə buruqdu ilə qalır. Məxrəcdə 4 üstü 4-dürsə 4'ü yazarıq 2'nin kvadratı kimi. Üstündəki 4'ü də yazarım. 9'un yerinə yazaram 3'ün kvadratı. Üstündə də 5 vurulsun 13 üstü 6 bərabərdir. İndi mötərizələr açaq. 2'nin üstündə 9. 9 vurulsun 3'ün üstündə 12 vurulsun 13'ün üstündə 5. Məxrəcdə də 2'nin üstündə 8. 3'ün üstündə 10. 13'ün üstündə də 6 bərabərdir. İndi burada 2 üstü 9 ilə 2 üstü 18'i ixtisar eləyərəm. Surətdə qalar 2 üstü 1, məxrəcdə 1. 3 üstü 12 ilə 3 üstü 10 ixtisar gedər. Məxrəcdə 1 qalar. Surətdə 3'ün kvadratı qalır. 13 üstü 5 ilə də 13 üstü 6 ixtisar gedər. Surətdə 1 qalar. Məxrəcdə də 13 qalır. Bərabərdir 13'də. 3'ün kvadratı 9. 2'yə də vuranda 18 eləyir. Bunu da tam hissəsini ayırsaq 1 tam 13'də 5. 1 tam 13'də 5. Bu oldu 16 nömrəli tapşırığın həlli. İndi keçdik 17'yə. 17'də verilənlərə əsasən deyir, A-nı tapın. Deməli, baxıram nəyə? 17. Birincisində var 4 üstü x bölünsün 4 üstü y bərabərdir 256. Bunu biz yine 4 üstü x bölünsün 4 üstü y bərabərdir 256 da 4 üstü deməli 16 vur 16 deməkdir də 4'ü. Buradan deməli bölmənin xassəsinə əsasən yaza bilərəm ki 4'ün üstündə x çıxılsın y bərabərdir 4 üstü 4'ə və əsaslar eynidirsə deməli x çıxılsın y özü bərabərdir 4'ə. Bu bizim birinci şərtimiz. İndi ikinci şərtə baxırıq. 5'in üstündə buradan yazaq, bölündə də B bəndən yazarım. Bu birincisi olsun. Sonra burada var 5'in üstündə x bölünsün 5'in üstündə y bərabərdir. Burada da 5'i yazmalıyam. Bu da bərabərdir A-ya deyirsə A-nı əvvəlcədən yazıram. A bərabərdir buna. 5'i yazıb üstləri çıxıram. X minus y bərabərdir. 5'i yazıram. X minus y-də 4 tapmışam. Bu isə 5 vurulsun 5 vurulsun 5 vurulsun 5 deməkdir. 25'i 25'e də vuranda 625 eləyir. Deməli 17'nin birincisində oldu 625. İndi eyni qayda ilə ikincisinə baxaq. 2'nin üstündə x bölünsün 2'nin üstündə y bərabərdir 64'ə. 64'də bax 2'nin üstündə 2'ni 2'yə vuranda 4. 2'yə vururam 8. 2'yə vururam 16. 2'yə vururam 32. 2'yə vururam 64. Deməli 6 dənə 2 üstü 6 deməkdir. Bu isə o deməkdir ki 2'nin üstündə x çıxılsın y bərabərdir 2 üstü 6'ya. Yəni x minus y özü bərabər olmalıdır 6'ya. İndi A-nı tapmaq üçün A bərabərdir 3 üstündə x bölünsün 3 üstündə y. Bu isə 3'ün üstündə x çıxılsın y deməkdir. O da bərabərdir 3 üstü x çıxılsın y-in yerinə də 6 yazıram. 3 üstü 4 əzbərdən bildiyimə görə bunu parçalayıram. 3 üstü 4 81'dir. 3'ün kvadratı da 9'dur. 9, 8 dəfədə 9'un 72, 729 elədi. Deməli, axtarılan ədədin cavabı 729. Sonra baxıram tapşırıq 18'ə. Bu 17. 18'də də belə bu deməli qaydalara əsaslanan tapşırıqdır. Nömrə 18. İndi 1296'ya baxmalıyam ki, görüm bu 6 üstü neçədir. Burada yazaq 1296. Baxaq görək 6 üstü neçədirsə. Deməli bunu bölək. Hər halda 36'ya bölünər də bu. 36'ya bölsəm düşər burada hardasa 4 dəfə bir dənə yoxlayaq. 9 dəfə 4'ün 129'a baxıram da. 129 9 dəfə 4'ün 36 3 yadda 12 3 də yadda daha çox oldu. 3 dəfə yoxlasaq 18 1 yadda 9 bir də yadda 10. Çıxanda qaldı 1 burada da 2 21 6'nı düşürürəm 216'da da olar 6 dəfə 6 dəfə 6'nı
36 3 yadda, 18 3 də yadda, 21 deməli 0. Ona görə də deməli burada 1296 bərabərdir 36 vurulsun 36-ya. Bu isə 6'nın kvadratı vurulsun 6'nın kvadratı deməkdir. Yəni hamısı bir yerdə 6 üstü 4. Yəni 6'nı 4 dəfə öz-özünə vuranda 1296 eləyir. İndi tapşırıqda 6'nı yazmalıyam, üstləri çıxmalıyam. X üstəgəl 5'dən 3'ü çıxmalıyam. Bu bərabər olmalıdır 6 üstü 4'ə. Yəni x üstəgəl 5 çıxılsın 3 bərabərdir 4'ə. Əsaslar eynidir, üstlərdə eynidir. Buradan x üstəgəl 2 bərabərdir 4'ə, x də bərabərdir 2. İndi x-i 2 tapdıq. İndi keçirəm bu öbür tapşırıq. İkinci hissəsinə yəni. 3 üstü 2y üstəgəl 3 bərabər bölünsün. 81'i də yaza bilərəm 3 üstü 4 kimi. O da bərabərdir 243. Deməli 243. Baxaq görək nəyə bölünür bu? 9'a bölünür də 243'ü bölsəm 9'a 2 dəfə olar 18, çıxanda qalar 6, 63'də də 9, deməli 7 dəfə, 7 dəfə 9'un 63 eləyər 27. Yəni 243'ün yerinə 9 vurulsun 27, o da bərabərdir. 9'un yerinə 3'ün kvadratı, 27'nin də yerinə 3'ün kubu yazmaqla 3 üstü 5'ə bərabər olduğunu görərik. Yəni 2y üstəgəl 3 çıxılsın 4 bərabər olmalıdır 5'ə. Buradan 2y bərabər olmalıdır 5 üstəgəl, bundan bunu çıxanda mənfi 1 qal, o təvsicəndə 1. 6'ya, y də bərabərdir 3'ə. X-i 2 tapdım, y-i 3. İndi ifadənin qiymətini tapmalıyam. A bərabərdir 2'nin üstündə 2 vurulsun 2 vurulsun 5'in üstündə y-i də 3 tapmışam. Bu 2 üstü 4 vurulsun 5 üstü 3 deməkdir. 2 üstü 4 eləyir 16, 5 üstü 3 eləyir 125. İndi 125'i vurmalıyam 16'ya. Deməli bunu şifahi vurmaqdan ötürü belə yazaram. 16'nı yazaram 4 vurulsun 4, 125'i də yazaram 25 vurulsun 3 kimi. Bu 4'ü 25'e vuranda 100 eləyir, 3'ü də 4'e vuranda 12 eləyir. 12'ni də 100'e vuranda eləyər 1200. Bu da şifahi vurma yolu. 18 idi bu. Qaldı bir dənə 19 nömrəli tapşırığımız. 19 nömrəli tapşırıqdakı bu ədədi silib yazıram mən 1024 kimi. Çünki bu 2014'də rəqəmlərin yeri qarışıq düşüb. 1024 olmalı. İndi 1024 ilə işləyək tapşırıq. 19'da. 2'nin üstündə x vurulsun 2'nin üstündə y vurulsun 16'nı da 2'nin üstündə 4 yazıram. 1024'ə baxıram görə 2 üstü neçə deməkdir? Bax 2 vurulsun 2 4. 2'yə vururam 8. 2'yə vururam 16. 2'yə vururam 32. 2'yə vururam 64. 64'ü 2'yə vururam 128. Yenə 2'yə vururam 256. Bunu da 2'yə vuranda eləyir 1024. Bir dəqiqə 500. 256'nı vuranda eləyir 512. Bunu da bir dənə də vuranda eləyir 1024. Deməli burada oldu. Burada da 2'lərə vurmuşam da. 10'dan 2 olmalıdır. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10 dənə. 10'dan 2 dedim. Mən 1024'ün yerinə də yazaram ki 2 üstü 10. Və buradan alaram ki x üstəgəl y üstəgəl 4 bərabərdir 10'a. X üstəgəl y bərabərdir. Ondan da 4 çıxanda 6'ya. Bu bizim birinci şərtimizdən x üstəgəl y cəminin tapılması. İndi ikinciyə baxıram. 3 üstü x bölünsün 3 üstü y bərabərdir 81'ə. Burada 3'ü yazıb x-dən y-i çıxmalıyım. 81'in yerinə də 3 üstü 4 yazıramsa x çıxılsın y də bərabərdir 4'ə. İndi elə 2 dənə ədəd tapmalıyam ki, bunların cəmi 6 eləsin. Fərqi isə 4 eləsin. Onda bu ədədlər aydın görünür ki, x bərabərdir 5 olar. Y də bərabərdir 1 olar ki, 5 ilə 1'i toplayanda 6 eləsin, 5'dən 1 çıxanda 4 qalsın. Bu ifadəni, deməli, x-in y-in qiymətini tapdım. İndi verilən ifadənin qiymətini tapmalıyım.
4'ün üstünde x varsa 5. Çıxılsın 2 vurulsun 5 vurulsun 2 vurulsun y də 1'dir. Bərabərdir. 4 üstü 5 çıxılsın 2 vurulsun 25. Bərabərdir. 4 üstü 5'i tapmaqdan ötürü deməli 4 vur 4 vur 4 vur 4 vur 4'e hesaplamalıyam. 4'ü 4'e vuranda 16, 4'ü 4'e vuranda 16 vur 4 bərabərdir. Deməli burada da 16'nın 16'ya vuranda eləyir 256'nı da 4'e vurmalıyam. Alt dəfə 4'ün 24 2 yadda, 8 2 də yadda, 10 1 yadda, 8 1 də yadda, 9. 904 eləyir. Bu 900 bir dənə də baxaq. 16'nı 16'ya vuranda bir də ehtiyatdan vurum. 16'nı 16'ya vuranda 36 3 yadda, 6 3 də yadda 9 6 1 256 eləyir. Bəli. 256'nı da vurmalıyam 4'e. Bunu görüm səhv vurdum. Alt dəfə 4'ün 24 2 yadda, 20 2 də bu səhv vurmuşum. 22 2 yadda, 8 2 də yadda, 10. İndi düz oldu 1024 eləyir. 1024 çıxılsın 50 bərabərdir. 4'dən 0 çıxanda 4. 12'dən 5 çıxanda qalır 7. Orada da qaldı 9. 974 elədi tapşırığın yekun cavabı. Bu mövzuda burada yekunlaşdı. Sağ olun. Növbəti mövzuda görüşərik inşallah.